Sabah Yexlaq rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Xəbər zolağı az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Socar Azərqaz İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir. Məlumata görə saat 10:00-dan idarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgelişli krana əvəz edəcək və bununla bağlı Yeni Yevlax qaz paylayıcısında təmir işləri aparacaq. Odur ki, Yevlax şəhərinin Nizami prospekti, Sabitovsə, Vurğun Dostluq, Zərdabi Yevlax, Quliyev, Dəmirov və 10, Poyski, Nərimanov, Cavanşir, Şadlınski 10, Hüseynzadə 10, Hüseyn İnşaatçılar Beypudol İşə, Qurbanov, Vidade və Kərimov, Əfəndiyev, Firdovsi 10, Cabarlı və 10-Ə və Suzadə küçələrində rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Aqraqlı, Cırdaxan və İsmailabad kəndlərində qaz kəsiləcək.